Gələnlər xoş gəlmişsiniz. Canlı bəyənək dostlar. Deməli bax, burada yığmaq nəyi? Bax, sual çıxdı nəyi? İndi soruşa bilərsiniz ki, bu necə oldu, təsirli oldu? İstisna məqamlar var dilimizdə. Soyunmaq, geyinmək. Biz qayda şöbə öyrənmişdik ki, soyunmaq, geyinmək, soyunmaq nəyi? Təsirlidən ziyade təsirli olur. Amma biz demişdik ki, qayda şöbə təsirlidən ziyade təsirsiz olmalıdır. Bu istisna məqamımızdır. Yığmaq nəyi? Yığışmaq. Yığışır da bir yeri toplu şəkildə yığışır. Bu qarşılıqlı icra olunmur. Ona görə bu da birgəliş növ sayılır. Çünki şəkilçisi də var burada. Topluluq məzmunu daşıyır. Ona görə də bu olur birgəliş növ. İndi fikrimizi ümumiləşdirək. Fikrimizi ümumiləşdirsək, bax, döyüşdük. Bu qarşılıqlı şəkildə icra olunur. Salamlaşdıq. Bu da qarşılıqlı ş şəkilçisi var. Iş necə düşdü? I düşdü burada. Nəyə görə düşdü? Çünki sahiblə bitir sözümüz, salamla sözüdür. Barışdı bu heç, mələşdi. Burada da bayaqçı qayda düşüb. Civildə bayaqçı qayda düşüb, sahib düşüb, burada düşməyib.